Bəli, pozğunçuluqla gəlib kütlə xətrinə xanım olanlar bağışlandı. Hamının şəfi oyu həyatca. Amma Ləman Şehişev deyə bağışlamaq olmaz. Çünki o başqa hərəkətlər eləməyib. Ancaq Şehişev deyə bağışlamaq olmaz. Amma o burçlar Şehişdən də betərin eləyib bağışlamaq olar. Sizcə onu bağışlamaq oyay mı? Düzün də danışanda oluram pis. Məntiqlə kulminasiya nöqtəsinə gələndə lovğalıq kimi çıxmasın. Oturub fikirləşirəm, ev yox, maşın yox, varlı deyiləm, milyarder deyiləm, dünya gözəli deyiləm. Deməli ki, məndə olub, onlarda olmayan nəsə var ki, mənim üstümə bu qədər düşüblər və mənim paxıllığımı çəkirlər. Onlar deməli bunların vecinə deyil. Əslində bu xoşbəxtçilikdir. Demək ki, mənim varlığım darlıq edir. Valla. Mən belə düşünürəm. Və söyüş sürənləri də nəzərə alıram ki, bir qrup şəklidir. Çünki bilirsiniz də bu dəqiqə qayda qanunlar dəyişib, lap sərtləşib. Ay amandır, Ləman elə bir söz işlətsin ki, görmürsən yazırlar. Hara baxır, hara baxır, hara baxır, hara baxır. Gözünə girənə baxır, dığı səhifəsi. Güya mənə nəsə olanda bunlara ev verəcəklər, maşın verəcək. Üstündə də 10.000 pul verəcəklər. Bəlkə də 1 milyon. Elə cırıb dağıdırlar özlərin. Elə cırıb dağıdırlar özlərin. Elə cırıb dağıdırlar özlərin. Bay 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 bay. Gerizekalı. Vallahi mən yanmıram. Mən oturmuşam evimdə. Canlımı açıram, söhbətimi edirəm, azdan çoxdan pulumu qazanıram. Sən pisə aiddir, sən baxıb yanırsan, mən yox. I don't want to burn to you.